Bugün qonağımız yazıcı, psixoloq İlqar Kamillə birlikdə övlad tərbiyəsində azadlığın rolu, sərhədlər hardan keçir mövzusuna aydınlıq gətirəcəyik. Azad olmayan valideyn azad Uşaq uşaq yetişdirə yetişdirə bilərmi? bilərmi? Uşağa yalnız təhlükə olarsa azadlığını məhdudlaşdırmaq olar. Uşağa yasaqların, olmazların fəlsəfəsi, izahı verilməlidir. Bəzən valideynlər uşağın hələ yaşı balacadır, az yaşlıdır deyə daha çox sıxırlar, daha çox məhdudiyyətlər tətbiq eləyirlər. Deyir ki, mənə kömək et ki, mən özüm edim. Bəli. Mənə kömək et, amma imkan ver mən özüm edim. Yəni mənim əvəzimdən bu işləri görmə. Valideyn müşahidəçidir. Valideyn eynən fasilitator kimi olmalı uşağın üzərində. Ciddi sapmalar olmasa, uşağa səhv etmə imkanları tanımaq lazımdır. Amma mütləq uşaqlar sizə qarşı olan fikirlərini deməlidir. Ay çox sual verdin, ay çox danışdın ya da məntiqsiz ümumiyyətlə gülürlər uşaqların suallarına və uşaq özü də növbəti dəfə artıq sual vermir. Məsələn, uşağından üzr istəmək o qədər böyük bir mədəniyyətdir ki, uşaq var ki, onun daha çox azadlığa ehtiyacı var. Uşaq var yox, onun daha çox sərhədə ehtiyacı var. Tərəzinin bir gözünə qoyuruq nizam intizamdır, həmin o sərhədlərdir, bir gözündə də sərbəstlik. Yəni çalışıb gərək biz onu necəsə o balansda saxlayaq. Uşaq bilməlidir ki, bəli, mən azadam, amma müəyyən bir çərçivənin içində azadam. Salam, Smart Sağlam İnkişaf platformasının təqdimatında Valideyn Bələdçisi podkastını izləyirsiniz. Valideynlik hər gün qarşımıza fərqli suallar çıxan bir yoldur. Və bu yolda qarşılaşdığımız mövzulardan biri də azadlıq və sərhədlərlə, onların tarazlaşdırılması ilə bağlıdır. Buna görə də bugün qonağımız yazıcı, psixoloq İlqar Kamillə birlikdə övlad tərbiyəsində azadlığın rolu, sərhədlər hardan keçir mövzusuna aydınlıq gətirəcəyik. İlqar bəy, bir daha salam. Salam. Xoş gəlmisiniz. Xoş gördük. Təşəkkür edirəm dəvət üçün. İlqar bəy, azadlıq hər kəsin tez-tez istifadə elədiyi kəlmələrdən biridir, amma hamı bundan fərqli məna başa düşə bilər. İstəyirəm ilk olaraq ona aydınlıq gətirək ki, tərbiyədə azadlıq deyəndə biz nə başa düşməliyik? Çünki zaten uşaqlar sərbəstdilər və onların sərbəstliyi elə azad olmaqları demək deyilmi? Yəni bunları qarışdırırıqmı? Necə başa düşək? Mən də salamlayıram. Sizə təşəkkür edirəm belə vacib, əhəmiyyətli mövzu üçün. Ümid edirəm ki, formal bir söhbət olmayacaq, həqiqətən də insanların həyatına toxunacaq bir söhbət olar. Amma olduqca dərin və geniş mövzudur. Bir mövzuda ki, azadlıq sözü keçir, tərbiyə sözü keçir, sərhəd. Bunlar hamısı geniş, ətraflı mövzulardılar. Tərbiyənin özü, məsələn, biz bu haqda bir xeyli təlimlərimiz olub uşaq tərbiyəsi ilə bağlı. Tərbiyə nədir? Bir şeyi uşağa biz öyrətmək istəyirik. Əvvələn biz uşaqlarımıza nələri öyrətməliyik? Saniyən daha vacib. Biz uşaqlarımıza öyrətmək istədiyimiz şeyləri necə öyrətməliyik? Çünki tərbiyə iki tərəfli bir prosesdir. Öyrədən və öyrənən tərəf var. Bəzən valideyn düşünür ki, mən öyrətdim, mən dedim, mən danışdım, amma əgər qarşı tərəf bunu öyrənmirsə, uşaq bunu götürmürsə, tərbiyə prosesi baş vermir hələ. Ona görə bunların hamısı geniş mövzulardır. Azadlıq mövzusu, fəlsəfi nöqteyi nəzərdən azadlıq böyük mövzudur, psixoloji nöqteyi nəzərdən. Və eyni zamanda bunların qarşı-qarşıya dayanması kifayət qədər maraqlı mövzudur. Məsələn, buradan başlamaq olar ki, geniş mövzu deyə adam bilmir hardan başlasın. Mənim sevimli bir psixoloqum var, həm də yazıçıdır, Viktor Frankl. O məşhur Freedom heykəli ilə bağlı maraqlı sözü var. Azadlıq heykəli ilə bağlı. Deyir ki, çayın bu başında azadlıq heykəli qoyulub və bir simvoldur, azadlığın simvolu. Deyir ki, o yarımçıqdır. Çayın bu tərəfində də məsuliyyət heykəli qoyulmalıdır. Yəni, azadlıq özü-özündə təbliğ olunan, sərhədsiz təbliğ olunan azadlıq. Əgər onu məsuliyyətlə biz cilovlamırıqsa, o ancaq fəsad törədəcək. Bu, eyni ilə uşaq tərbiyəsində də belədir. Biz oradan başlaya bilərik ki, ümumiyyətlə, azad olmayan valideyn azad
uşaq yetişdirə bilərmi? Görün nə qədər haçalanır mövzular, nə qədər dərin bəhslər var. Valideyn əgər özü hələ azad deyilsə, məsələn, psixologiyada ən qəşəng bəhslərdən, vacib bəhslərdən biri separasiyadır. Müstəqil olma, ayrılma bəhsidir. Bir valideyn bəli uşaq dünyaya gətirib, amma özü hələ o uşaqdır. Hələ şəxsiyyət deyil, öz valideynlərindən bütün mənalarda asılıdırsa, onların qərarlarından, onların müdaxilələrindən, yönləndirmələrindən və s. tam-tamına asılıdırsa, belə bir valideyn azad uşaq tərbiyə edə bilərmi? Hardan başlamalı? Mən bir çox hallarda biz pasientlərlə işləyəndə, uşaqlar gələndə, gənclər gələndə, yeniyetmələr gələndə görürük ki, problem valideyndədir. Valideynin özünün kifayət qədər böyük problemləri var və məsələn biz fiziki mənada, texniki mənada bəzi şeyləri başa düşürük. Tutalım, mənim 1000 manatım yoxdursa, mən bunu sizə verə bilmərəm. Bu aksiyondur. Bunu hər kəs başa düşür. Bəli. Amma nəsə mənəvi mənalarda bunu belə qəbul etmir. Düşünür ki, mən məsələn xoşbəxt deyiləmsə, amma xoşbəxt eləməliyəm. Bəxş edə bilərəm sizə. Bəli. Düşünür ki, bu mümkündür. Halbuki mümkün deyil. Mən azad deyiləmsə, o azadlığı sizə verə bilmərəm. Mən nə bilim mənəvi cəhətdən zənginliyim yoxdursa, danışmaqla deyil, qarşı tərəfə verə bilmərəm bunu. Məndə yoxdur, bunun dilini bilmirəm. Bəli, ona görə uşaq tərbiyəsində birinci danışılacaq mövzu valideynin tərbiyə olmasıdır. Valideynin azad olmasıdır. Valideynin azadlıqla sərhəd arasında əgər balansı yoxdursa valideynin öz həyatında, onu danışmaqla, mühazirə oxumaqla və s. bu kimi şeylərlə qarşı tərəfə uşağa ötürmək mümkün deyil. Ən gözəl tərbiyə uşaqlarınızı necə yetişməsini istəyirsinizsə özünüzü elə tərbiyə etməlisiniz. Azərbaycan insanı, Azərbaycan valideyni fədakardır. Yəni uşağına görə istənilən addımı atar, özünü ölümə də atar. Ona görə mən həmişə təlimlərimdə deyirəm ki, heç olmasa özünüz üçün də bunu istəmirsinizsə, uşağınız üçün heç olmasa bu şeyləri əxs etməlisiniz. Çünki bir mənalıdır, bir şeyi başa düşmək lazımdır ki, bizdə olmayan heç bir mənəvi dəyəri biz qarşı tərəfə ötürə bilməyəcəyik. Əvvəl özümüzü tərbiyə etməliyik. Bəli, bu da çox çətin bir prosesdir əslində. Uşaqlarla münasibətdə azadlıq nə dərəcədə əhəmiyyətlidir? Yəni bu istər kiçik yaşlı uşaqlar olsun, istər yeniyetmələr olsun. Burada bir şey ki, digər bir məsələ ki, danışılasıdır, sərbəstliklə azadlığın fərqidir. Bəli. Bəzən bunlar sinonim kimi istifadə olunurlar, yanaşı işlənirlər, amma düşünürəm ki, azadlıq daha böyük bir mənadır. Sərbəst insan, bir insan ola bilər ki, sərbəst amma azad deyil. Yəni, məsələn, Frankl yenə deyirdi ki, bir insanın azadlıqdan məhrum etmək mümkün deyil. Həbsxanaya tutalım, atırlar insan. Özü də kifayət qədər həbs həyatı yaşamış, konslagerdə yaşamış insandır. Deyir ki, bir insanın azadlığını əlindən almaq mümkün deyil. O, sərbəstliyini əlindən alır, sərbəst davranmaq. Azadlıq daha böyük bir anlayışdır. Və uşaq tərbiyəsində uşağın azad böyüməsi, azad ruhiyyədə böyüməsi, azadlıq burada nəyi ifadə edir? Yəni, öz seçimlərini başa düşməsi, özünü anlaması, öz fikrini ifadə edə bilməsi, ümumiyyətlə, 6 növ ünsiyyət, verbal ünsiyyət növləri deyirlər buna, istəmək, onlardan biridir. Məsələn, mən nəyisə sizdən istəyirəm. Bu bir bacarıqdır. Yəni, xeyli uşaqlar tanıyırıq ki, gəlirlər görüşlərdə biz görürük ki, onlar adi bir şeyi qarşı tərəfdən istəyə bilmirlər. Bu, evdə yaranan vəziyyətə görədir əsasən. Yaxud istəmək bacarığı, tərif etmək bacarığı, bu bir ünsiyyət bacarığıdır, tərifləmək bacarığı, tənqid etmək bacarığı, öz fikrini ifadə etmək bacarığını, hətta dalaşmaq bacarığı, ünsiyyət bacarığıdır. Dalaşmaq ünsiyyət komponentlərdən biridir. Biz elə bilirik ki, uşaq dalaşmamalıdır, yox, bu doğru deyil. Hətta məsələn, səmavi mətnlərdə biz baxanda görürük ki, səmavi mətnlərdə, məsələn, Quran-Kərimin özündə dava etməyin, müharibə etməyin deyə bir çağırış yoxdur. Doğru müharibə edin çağırış var. Sanki müəllif, Allah yaradan bilir ki, bu bəşər daim dava eləyəcək. Mümkün deyil, davasız mümkün deyil. Əsas o ədaləti təmin eləməkdir. Əsas odur ki, ədalətli dava edin, doğru olsun və s. Ona görə bu bacarıqlar, doğru dalaşmaq, doğru istəmək, doğru fikirlərini ifadə etmək, məsələn, tərif məsələlər, xoş sözlər demək. Uşaq görürsən ki, elə qapalıdır, xoş sözlərini deyə bilmir. Qarşı tərəfə bir simpatiya duyur, ona fikirlərini ifadə etməlidir, bunu bacarmır.
uşaq azad olmayan mühitdə böyüyəndə həmişə məhdudiyyətlər, həmişə danlaqlar, həmişə söhbət təkcə verbal danlaqlardan getmir, yəni sözlü. Mimikalar, jestlər və s. küskünlük, inciklik, narazılıq. Davamlı bir mühitdə böyüyəndə uşaq bütün bu ünsiyyət bacarıqlarından məhrum olur. Yəni ən xırda fəsadı bundan ibarətdir ki, ünsiyyət bacarıqlarından məhrum olur və böyüyəndə ona görə iş bizə düşür də, yəni mütəxəssislərə, psixoloqlara, onlara danışdırmaq. Bu uşaq niyə belə oldu görəsən? Niyə belə oldu, bəli. Azadlığın uşaq tərbiyəsində həddindən artıq böyük rolu var. Valideyn şəxsiyyət yetişdirməlidir. Uşaq tərbiyəsi, yəni şəxsiyyət yetişdirmək. Şəxsiyyət kimdir? Şəxsiyyət öz sərhədlərini bilən, öz fikirlərini ifadə edə bilən, yox deməyi bacaran. Məsələn, ünsiyyətin ən vacib bacarıqlarından biri yox deməyi bacarmaqdır. Bununla isə nə qədər çətinlik çəkilir. Bəli. Bu o qədər vacib bir məsələdir ünsiyyət bacarıqlarında. Bir çox narahatlıqların, sonra ailə vəziyyətində, sonrakı həyatında uşağın başında bu dayanır ki, yox deməyi bacarmır. Bu adam yox deməyi bacarmadığı üçün bu qədər fəlakət gəlib başına. Ona görə bunun əhəmiyyətini valideyn başa düşməlidir. Əlbəttə, biz təlimlərimizdə valideynlərlə bağlı danışanda bir epitetlə danışırıq, səbirli valideyn. Yəni, səbir çox olduqca vacib komponentdir və müasir valideyndə ən çatmayan komponentdir, səbir komponentdir. Hövsələsizdir. Bütün bunları etmək üçün, uşağı şəxsiyyət kimi yetişdirmək üçün valideynə böyük bir səbir lazımdır. Ona görə mən bir dəfə yazmışdım ki, uşaqlarımız bizi böyüdür. Yəni, bizə elə gəlir ki, biz uşaqlarımızı böyüdürük. Onlarla böyüyürük. Bəli, uşaqlarımız bizi böyüdür, sualları ilə böyüdür. Yəni, o ərköyünlükləri ilə böyüdür. Hərəkətləri ilə, bəli, rahat olmaq istəyir, uşaq azad olmaq istəyir. Azadlıq insanın ən fundamental ehtiyaclarından biridir və bu təmin olunmalıdır. Məsələn, psixoloji nöqteyi nəzərdən deyirlər ki, uşağa yalnız təhlükə olarsa azadlığını məhdudlaşdırmaq olar. Yalnız həyati təhlükə varsa. Məsələn, uşaq tutalım, nəyisə bir şey eləmək istəyir. Əgər burada çox böyük bir təhlükə yoxdursa, mümkün qədər azad buraxmaq lazım. Uşaq onlara toxunsun, etsin, dağıtsın, vursun, oynasın və xüsusən də ilk yaşlarda da, yəni 1-6-7 yaş arasında uşaqlarda o paradigma formalaşır. O dövrdə uşaqlara bu azadlığı vermək, maksimal dərəcədə məhdudiyyətlərdən çəkinmək, uzaq olmaq, maksimal dərəcədə olmaz sözünü işlətməmək və elə şərait yaratmaq ki, uşaq özü dərk eləsin, başa düşsün və özü çəkinsin, bu bir şəxsiyyət yetişdirməkdir. Bəli, siz şəxsiyyət yetişdirmək dediniz. Bəzən valideynlər uşağın hələ yaşı balacadır, az yaşlıdır deyə daha çox sıxırlar, daha çox məhdudiyyətlər tətbiq eləyirlər. Halbuki insan şəxsiyyətinin əsası 5-6 yaşına kimi artıq formalaşmış olur. Elə deyilmi İlqar bəy? Əsas mənada, bəli, belə bəhs var, paradigma bəhsi. Uşaq yaşlarında bizim paradigmamız şuuraltıda bəzən buna deyirlər və s. adlar qoyurlar. O açıq olur. Yəni uşaq o yaşda eyni zamanda uşaq yanlış anlama mövzusunda uşaq birinci yerdədir. Yəni ola bilsin ki, valideyn xoşməramlıdır, nəyisə etməkdə, hansısa sözü ifadə etməkdə, deməkdə. Sənin xoşməramın bir şeyi dəyişmir də. Uşaq ondan nə anlayır? Bu əsas mühümdür. Sən bir şey deyəndə xoş niyyətlə eləyə bilərsən, amma uşaq onu necə anlayır? Məsələn, uşaqlıqda, o erkən yaşlarda uşaqda pis dünya sindromu formalaşa bilər. Hətta məsələn, tam psixologiyada qəşəng bir bəhs var, deyir ki, uşaq məsələn, hətta bələkdədir hələ, körpədir və ağlayır. Ya acıb ağlayır, ya hava istəyir, təmiz hava, ya müxtəlif səbəblərdən bir ehtiyacdan ağlayır. Bir ehtiyacdan ağlayır və onun yeganə tərcümanı ağlamaqdır. Yəni o hələ ancaq bacardığı odur. Narahatlığını, bütün narahatlığını ondan göstərir. Və burada iki növ valideynlə danışmaq olar. Birincisi valideyn odur ki, dərhal uşağın qayğısına qalır, yanında olur, narahatlığını həll edir. İkinci növ valideyn odur ki, deyir ki, uşaq da ağlayır, fikir vermir, uşağı çox başlı başına qoyur. Əlbəttə, bunun ortası çox mühümdür də, çox uşağın üstündə əsmək də
doğru deyil. Bəzən ağlamağın özü belə bir ehtiyacdır. Amma uşaq çox sahibsiz qoyulanda, diqqətsiz qoyulanda, uşaq davamlı ağlayır və öz-özünə sakitləşir. Ağlayır, valideyn yoxdur. İndi çox qınayırlarda analar telefondadır deyirlər, nə bilim məşğuldur, mətbəxdədir və s. Bu zaman uşaqda sahibsiz dünya sindromu formalaşır. Hətta mütəxəssislər bəzən deyirlər ki, ateizmin kökü də burada qoyulur. Yəni bu dünyanın sahibi yoxdur. Mən bundan əvvəlki hardaydım, sonra da hər şey var idi. Heç kim mən heç eləməyəcək, mən necəsə özüm gərək özümü. Bəli. Bu dünyanın yəsi yoxdur. Mən ağlayıram, mənə baxan yoxdur. Mən narahatam, mənə baxan yoxdur. Deməli bu dünyanın ümumiyyətlə sahibi yoxdur. Yəni o qədər əhəmiyyətli mövzudur ki, hətta deyirlər ki, ateizmin kökü belə məhz o dövrlərdə qoyula bilər. İnsanda əgər sahibsiz dünya, pis dünya sindromu formalaşırsa, bu böyüyəndə özü də başa düşmədən dünyaya qarşı güvənsiz olur. Eyni zamanda bir çox məsələlər, ümumiyyətlə geniş mövzuda bir çox məsələlərin təməli məhz uşaq yaşlarında, valideyn-övlad münasibətlərində qoyulur. Ətraf mühitə qarşı münasibəti, dünyaya qarşı münasibəti və digər münasibətlər. Ona görə çox həssas olmaq lazımdır. Mən təlimlərimdə deyirəm, çox gözəl bir kitab var uşaq tərbiyəsi ilə bağlı. Adı belədir, Diqqət evdə uşaq var. Qəşəng kitabdır. Bir dostumuzdur, müəllifi. Mən deyirəm ki, dostlar, hələ bu kitabın içində nə var, nə yoxdur qoyuruq kənara. Kitabın adı o qədər vacib. Bir fərqindəlik bizə yaradır. Diqqət evdə uşaq var. Ultra həssas bir varlıq var. Sizə elə gəlir ki, o sizi dinləmir. Uşaq oynayır orada. Dəfələrlə bir valideyn kimi müşahidə etmişəm. Uşaq oynayır orada. Çox məşğuldur, qərq olub da oyun içindədir və valideyn də öz işindədir. Telefonda danışır, kimlənsə nəyisə müzakirə edir və düşünür ki, uşaq eşitmir bunu, amma uşaq eşidir. Mən təlimlərimdə deyirəm ki, bu həm pisdir, həm yaxşıdır. Pisdir ona görə ki, əgər siz diqqətsiz həmən zaman nəsə danışırsa, hansı fikirlərinizi bölüşürsə, uşaq onu götürür, uşaq onu dinləyir. Yaxşıdır ona görə ki, qeyri-müstəqim tərbiyə vasitəsidir. Qeyri-müstəqim. Siz bilirsiniz ki, orada oynayır, amma o sizi eşidir. Hansı bir dostunuzla danışanda çox gözəl bir söhbət eləyə bilərsiniz, tərbiyəvi. Həyat yoldaşınızla, digər uşaqlarla və s. Bilin ki, qeyri-müstəqim formada uşaqları götürür. Məsələn, mən bəzən inanclı dostlara deyirəm ki, məsələn, namazlarınızda, namaz qılanda, dualarınızla qeyri-müstəqim formada tərbiyə edə bilərsiniz. Siz namaz qılırsınız, uşaq da oynayır orada, öz aləmindədir, sizə elə gəlir. Amma onun diqqəti sizdədir. Və namazdan sonra başlayırsınız dua eləməyə və yaxud süfrə mədəniyyəti, süfrədə dua mədəniyyəti. Başlayırsınız dua eləməyə və dualarınızla mesajlarınızı verirsiniz, sözləri eşidirsən. Ona görə nə yaxşı addır ki, diqqət, evdə uşaq var və o sizi çox diqqətlə dinləyir. Valideyn olmaq çox həssas məsələdir. Bəli, eyni məsələ. Mən uşaqlara nağıllar səsləndirirəm və məndən də soruşanlar, deyənlər olub mənə ki, bəs uşağa oxuyuram oxumağına, amma orada öz üçün oynayır, heç qulaq asmır. Mən demişəm ki, bir dəfə, iki dəfə siz oxuyun, siz görəcəksiniz ki, bir gün gəlib bəlkə də yanınızda oturacaq, siz hardasa dayansız, o özü davam eləyəcək. Hətta o dərəcədə o uşaq özünə hopdurur bütün o mətni, bütün o məlumatı və nəticəsində əlbəttə ki, zaman göstərir, faydasını da zaman göstərir. Mənə elə gəlir ki, qeyri-müstəqim tərbiyə mövzusuna biz təsadüfən gəlib çıxmadıq. Uşağa şəxsiyyət verməyin, uşağı dəyərli hiss etməsinin yollarından biri də tərbiyənin məhz qeyri-müstəqim olmasıdır, müstəqim olmamasıdır. Uşağa müstəqim birbaşa danlaq, tövsiyələr, nəsihətlər bu uşağın özünü dəyərsiz hiss etməsinə, pis hiss etməsinə gətirib çıxardır. Qeyri-müstəqim tərbiyədə uşaq görür ki, mən bir səhv edirəm. Mən həmişə deyirəm ki, səhv öyrənmənin tərkib hissəsidir. Səhv öyrənmənin. Mümkün deyil ki, insan səhvsiz öyrənsin. Biz səhv edə öyrənirik həyatı. Məhz bu zamanlarda uşaq dəyərini hiss edir. Normal zamanlarda deyil. Tutalım, bir valideyn, sən mənim həyatımsan, sən beləsən, sən çox dəyərlisən, normal halda, yaxud uğur qazananda. Burada uşaq daha çox hiss etmir onu, uşaq səhvində onu hiss edir, büdrəyəndə onu hiss edir, o dəyəri. Görür ki, valideyn, mən büdrəmişəm, mən kifayət qədər yanlış bir iş görmüşəm, yanlış bir hərəkət etmişəm, amma valideyn yenə mənlə dəyərli danışır.
onun məni yönləndirmə cəhdləri də çox dəyərlidir. Məni əzərək, mənim şəxsiyyətimi tapdayaraq deyil. Valideynlər məhz bu məqamda həssas olmalıdırlar. Bilməlidirlər ki, digər məqamlar deyil əsas. Məhz o məqamda ki, uşaq səhv eləyib. Məsələn, uşaq məktəbdən gəlib, başlayır bir şey danışmağa, məktəbdə davam eləyib, nəsə olub və valideyn görür ki, bunun içində 50 dənə səhv var da. Amma uşaq həyəcanla danışır. Mən həmişə deyirəm ki, tələsməyin. Burada uşağın həvəsini qursağında qoymayın. Qoy danışsın uşaq, hisslərini bölüşsün, sən də ona qoşul, danışın birlikdə. Olar ki, sabah, olar ki, 1 saat sonra, 2 saat sonra, qəşəng idi filan idi, amma filan məqamlar var idi. Sən fikirləşirsən bu barədə. Səncə bu düz idi? O qədər gözəldir. Alternativ baxış formalaşdırmaq uşağa deyil. Fərqli baxış bucaqları formalaşdırmaq, imkan vermək ki, uşaq özü görsün. Səncə başqa necə davrana bilərdin bu vəziyyətdə? Müəllim sənə belə dedi, sən də durdun cavab verdin. Bu bir variantdır. Digər variantlar necə ola bilərdi? Uşaq eyni zamanda ki, alternativ baxışı formalaşdırır özündə, eyni zamanda daha vacib özünü dəyərli hiss edir. Uşaq başa düşür siz nə edirsiniz. Uşaq başa düşür ki, siz onunla dəyərli danışırsınız, dəyər verirsiniz. Siz onu alçaltmırsınız, ona seçim haqqı verirsiniz ki, özü tapsın səhvini. Məşhur Montessori təlimlərinin sloqanı var. Maria Montessori. Deyir ki, mənə kömək et ki, mən özüm edim. Bəli. Mənə kömək et, amma imkan ver, mən özüm edim. Yəni, mənim əvəzimdən bu işləri görmə. Bu təkcə valideynlər bugün bunu başa düşüblər də. Tutalım, uşaqların heç bir valideyn, mən inanmıram belə valideyn olsun ki, uşağının tapşırıqlarını özü həll etsin, desin ki, belə. Burada bunu başa düşüblər. Amma inanın ki, o səhvini birbaşa göstərirsə uşağa siz özünüz, səhvini dərhal göstərirsə, ən ciddi yanlışlardan biri odur. Uşaq daim başının üstündə bunu axtaracaq həyatı boyu. Çünki həmişə səhv edəndə ona deyib də bu səhvdir. Yox, səhvini ona deməyəcəksiniz. Şərait yaradacaqsınız ki, o özü tapsın səhvini. Bu çox vacib mövzudur. Bir dənə qəşəng mövzu var yeri gəlmişkən. Yaxında bir roman yekunlaşdırdım. 9-cu mərtəbə adında. Buradan 2 dəfə səsləndirirəm. Nə gözəl, xeyirli uğurlu olsun. Bir əziz şəhidimizlə bağlıdır. Murad Nağıyev zabit olub, taxım komandiri olub. Çox maraqlı bir həyati bir romandır. Orada belə bir bəhs var. O qədər xoşuma gəldi bu mövzu ki, romana da salmışam bu mövzunu ki, orada da oxucu oxusun bunu. Deməli, orada müəllimi bir böyük Muradla danışır və Murada deyir ki, tipdən danışır. Tipdə belə bir metod var. PBL metodu deyirlər buna. Problem mərkəzli öyrənmə. Problem mərkəzli öyrənmə. Mən xəbərlərdə oxudum ki, yaxında deyəsən Qarabağ Universitetində bu metod tətbiq olmağa başlayıb. Və diqqətimi çəkdi bu mövzu, araşdırdım, dərinə girdim. Nədir problem mərkəzli öyrənmə? Düşünün, tibb universitetinə tələbələr qəbul olur və tələbə qəbul olandan sonra ona heç bir mühazirə oxunmur. Heç bir müəllim, heç bir dərs vermir, mühazirə oxunmur. Onlar 6-7 nəfərlik qruplara bölünür və onlara real pasiyent göndərilir. Həqiqətən real pasiyent göndərir. Məsələn, bir pasiyent gəlir, təngi nəfəsdir. Və deyirlər ki, indiyə qədər bildiklərinizlə müəyyənləşdirin, diaqnoz qoymağa çalışın ki, bu təngi nəfəslik nədən ola bilər? Ürək çatışmazlığıdır, ağciyər çatışmazlığıdır, nədir bir indiyə qədər bildiklərinizlə? Və bu hər qrupun üzərində bir nəfər var, fasilitator deyirlər buna. Fasilitator. Köməkçi deyək, bələdçi deyək. Standartlarda yazırlar. Ən yaxşı fasilitator, ən az müdaxilə eləyən fasilitatordur. Ən az. Hətta müdaxilə eləyəndə belə açıq şəkildə deyil, himlə, işarə ilə, sualla. Fasilitator tamamilə müşahidə edir, baxır. Ciddi sapmalar olanda diaqnozda bir sual verə bilər, bir işarət eləyə bilər ki, çox sapma olmasın. Mən bunu oxuyanda qəribə hisslər keçirdim. Dedim ki, mənə görə elə gəldi ki, ən möhtəşəm fasilitator elə Allahın özüdür. Baxın, onun özüdür. O qədər möhtəşəm, o standarta uyan,
o qədər müdaxiləsiz fasilitator ki, bəziləri onun ateisti olur. Bəzi düşünür ki, o yoxdur. Bəs filan şey var, bəs hanı Allah? Fasilitator sizin gücünüz çatmayacağınız yerdə ancaq müdaxilə edir. O da dediyim kimi himlə, işarətlə. Bu bir maraqlı əlamətdir. Əgər müdaxilə yoxdursa, deməli sizin gücünüz çatar. Siz özünüzün gücünüz çatar və öyrənmə üçün bu çox vacibdir. İnsanın özünün etməsi. Mənə kömək et ki, mən özüm edim. Nə qədər ki, bir başqası sənə kömək edəcək. Məsələn, mən sürücüyəm də, tutalım. Mən nə qədər ki, kiminsə böyründə oturursan, gəzirsən, aparırlar ora-bura səni, hansısa bir başqası aparır. Sən şəhəri tanımırsan. Sən özün maşını əldə edəndən sonra, oturandan sonra sükan arxasında görürsən ki, mən şəhəri tanımıram. Niyə tanımıram? Çünki həmişə bir başqası aparıb səni. Sən özün çaşmamısan, səhv etməmisən, azmamısan və belə olur. Ona görə uşaq tərbiyəsinə gətirsək bunu, valideyn müşahidəçidir. Bəli. Valideyn eynən fasilitator kimi olmalı uşağın üzərində. Ciddi sapmalar olmasa, uşağa səhv etmə imkanları tanımaq lazımdır. Hətta məsələn, təhlükəni pozmamaq şərti ilə deyirlər, tutalım da, uşağa bizdə bir söz var da, cızzadı, məsələn, yanarsan falan. Bəzən deyirlər ki, imkan verin, uşaq yansın. 50 dəfə yanarsan, əl vurma deməkdən, sən xırdazada, yəni təhlükə olmayacaq dərəcədə. Tutalım sobaya, qoy uşaq əlini vursun, yansın və tanış olsun yanmaqla. Bu daha ciddidir, daha yaxşıdır. Və digər məsələlərdə bunun kimi də uşaq o uçurumla tanış olmalıdır, o yıxılmaqla tanış olmalıdır. Bu qətiyyən mərhəmətsizlik kimi görsənməməlidir. Biz uzun illər Rusiyada yaşamışıq. Mən Rus analarında çox görürdüm bunu. Bir Azərbaycanlı kimi, bir Qafqazlı kimi görürsən ki, uşaq yıxıldı. Bir şey gəlir də sən dərhal kömək eləmirsən. Ana əsəbləşir, hətta narahat olur. Sənə elə gəlir ki, anaya bax da, Allah qeyddir filandır. Uşaq yıxılıb ağlayır, onu durub baxır da belə. Sən kömək eləmək istəyir ki, deyilmi? İşiniz olmasın uşaqla, özü qalxacaq ayağa. Belə bir səbirli, belə bir rasional valideyn uşağın şəxsiyyət kimi formalaşmasında böyük bir əhəmiyyətə malik olur. Bəs azadlıq vermək onun öyrənmə həvəsinə, intellektual inkişafına necə təsir eləyir? Eynən düzdür, bayaqki elə nümunənin də öyrənmə həvəsinə. Bəli. Siz bayaq danışdıqca oradan ağlıma gəldi ki, ona aid eləmək olar. Bəli. Sadəcə başqa bəlkə nümunələr də ola bilər. Yəni öyrənmək intellektual məsələsi, intellektual tərəfdən də insan hər şeyin ona hazır gəldiyini görəndə insanda həvəssizlik yaranır. Bir instinkt var, kəşfiyyat instinkti deyirlər buna, və yaxud maraq instinkti. Uşaqlar maraq instinktindən doğulur. Hamımız kəşf instinktindən doğulmuşuq. Görürsünüz, uşaqlar hətta oyuncaqları sökürlər, içinə baxırlar, hər şeylə maraqlanırlar. Bəli. Daxildən gələn o bir maraqdır, onları çox dürtür. Dəhşət. Mənim özüm məsələn uşaqlıqda bəzən danışırlar. Dayım deyir ki, bir dəfə götürdüm səni ki, gedək gəzəkdən birlikdə, deyir ki, peşman oldum, gətirdim, qoydum. O qədər sual verdin, o nədir, bu niyə görədir filan. Uşaqda bir maraq instinkti var da. Tolstoy deyirdi ki, insanın tərifində qəşəng bir söz deyirdi ki, insan suallarına yenilmiş varlıqdır. Sualları o qədər çoxalır, o qədər cavabsız qalır. Artıq insan sual verməməyə başlayır. Elə bir dondurur sual vermə tərəfini. Ona görə uşaq imkan vermək lazımdır ki, uşaq özü kəşf etsin, özü öyrənsin, özü sual versin. Mən təyyarədə bir dəfə gedirdim, 4 saatlıq bir uçuşum var idi. Təzə gəldim, gördüm ki, bir ailə gəldi, yanında 3-4 yaşlı bir uşaq, bir xanım gəldi yanında uşaq. Uşaq başladı sual verməyə, soruşmağa. Məsələn, təyyarədə soruşur, bu nədir, buludu soruşur, onu soruşur, bunu soruşur. Mən fikirləşdim ki, 4 saatlıq yoldu, özümdə hazırlamışdım ki, yatacam, yorulmadım. Dedim ki, yəqin indi 5 dəqiqə, 10 dəqiqə uşaq yorular, yaxud ana yorular. Onların enerjisi bitmir. 4 saat uşaq soruşdu, ana cavab verdi. Nə gözəl. Və təkrar suallar. Yəni, bir təyyarənin içində uşağa nə qədər sual ola bilər? Başqa yöndən, indi bayaq dediniz, bir başqa yöndən baxaq. Bu dəfə başqa cür izah verir. Bu səbrə heyran qaldım da. Bir demir ki, dayan da, bəsdir, bezdirdin, qışqırsın. Uşaq kimisə narahat eləyirsən, belə eləyirsən, falan eləyirsən. Yox, öz çapında, öz aləmində ana-bala söhbət eləyirlər və mən baxdım ki, ana öz qucağında bir şəxsiyyət yetişdirir.
maraqlarını öldürmür uşağın. Sual instinktini, kəşf instinktini öldürmür. Bizim kimi cəmiyyətlərdə təəssüf, mən belə qınamağı çox sevmirəm, ümumiləşdirməni. Amma reallıqdır, yəni reallıqdır, bəli. Edilən pis şeylərdən biri də uşağın kəşf instinktini söndürməkdir. Belə bir anlayış var. Talantın, istedadın sönməsi, küsməsi. Bir istedad kəşf olunmursa, cilalanmırsa o küsür gedir insandan. Bir instinkt, kəşf instinkti var insan. Davamlı olaraq o müdaxiləyə məruz qalırsa, təcavüzə məruz qalırsa, susturulursa yavaş-yavaş o instinktin üstü örtülür və uşaq böyüyür və olur sualsız varlıq. Mən bir portret yazım var idi cahillə bağlı. Kimdir cahil? Əlamətlərlə bir cahil, sualı olmayan adam. Baxırsan bu boyda adamda onun heç bir sualı yoxdur. Necə ola bilər ki, sənin sualın olmasın? Ona görə sualı yoxdur ki, vaxtı ilə yaxınları, avtoritet insanlar tərəfindən o kəşf instinkti uşağın söndürülür. Təfəkkürü düşünmürük. Yəni təfəkkür düşünülmür. Analitik düşüncədir, yaradıcı düşüncədir və s. bütün bunlara çox fikir verilmir. Ümumiyyətlə yəni uşaq ay çox sual verdin, ay çox danışdın ya da məntiqsiz ümumiyyətlə gülürlər uşaqların suallarına və uşaq özü də növbəti dəfə artıq sual vermir. Çox təəssüf. Və bu qayıdır, maraqlıdır ki, bir qayıdır. Necə qayıdır? Yəni müəyyən yaşlarda uşaq böyüyür, dünya görüşü artır və elə bir mərhələyə çatır ki, eyni davranış tərzini uşaq öz valideyninə göstərməyə başlayır. Şuuraltı müstəvidə. Qətiyyən şuurlu olaraq qisas alıram, sən mən beləyəm. Bilə-bilə yox. Bilə-bilə deyil, şuuraltı müstəvidə. Eyni, indi valideyndir məsələn, bəzi şeylər bilmir, hansısa nəyisə səhv deyir, uşaq görsən eyni formada başlayır lağlaq eləməyə ondan, aşağılamağa və s. Ona görə bu məsələlərdə diqqətli olmaq lazımdır, şəxsiyyət vermək, uşağın tənqidi təfəkkürünü formalaşdırmaq, tənqid mühiti yaratmaq lazımdır. Uşaqlara şərait yaratmaq lazımdır ki, uşaqlar sizi tənqid etsinlər. Əlbəttə bir çərçivəsi var hər şeyin çərçivəsində. Nəzakət çərçivəsində olmalıdır, sərhədsiz deyil. Amma mütləq uşaqlar sizə qarşı olan fikirlərini deməlidirlər. Bir dəfə yadıma gəlir, oğlum gəldi, dedi ki, elə bir şərait yaratmışdıq. Bizdə Rusiyada yaşayanda bir, bəlkə tamaşaçılar üçün maraqlı olar, bir örnək kimi o babətdən deyirəm. Bir proqram var idi evdə, Pavideniya proqramı, davranış. Biz həftədə bir dəfə, 2 həftədə bir dəfə yığışırdıq ailəlikcə və burada hər kəsin davranışı təhlil olunurdu və qiymətləndirilirdi. Kimsə ən yüksək bal alan çempion olurdu, mükafatlandırılırdı və ən aşağı bal alan, hətta mənim yadıma gəlir, sosial şəbəkə hesabımda, Facebookda bir şəkildə paylaşmışdım. Bir güşə var idi, ora düşüncə güşəsi idi. Ən aşağı bal alan gedib orada bir yarım saat oturub düşünürdü xətalar haqqında, mən niyə belə elədim, nəyi düzəltməliyəm falan. Ən çox da mən düşürdüm o düşüncə güşəsinə. Bu işin mahiyyəti nə idi? Uşaqlarda tənqid təfəkkürü formalaşdırırdı, fikirlərini ifadə etməyə. Məsələn, oğlum bir dəfə dedi ki, atam, mənə elə gəlir ki, sən yazılarını bizdən çox sevirsən. Bu mənə şillə kimi də idi. Daim o da onun müşahidəsi idi. Müşahidəsi idi, əlbəttə ki. Müşahidə o qədər xoşuma gəldi ki, uşaq bunu müşahidə edir. Müşahidə eləməyi və bunu sizə deməyi. Və deməyi ki, mənə elə gəlir ki, o belədir. Hər şey yerindədir burada. Həm nəzakət yerindədir, həm fikrini ifadə etmək filan. Və uşaq bugün valideyn bilməlidir ki, bugün uşaq sənə sözünü deyə bilmirsən, sabah digərlərinə heç arada deyə bilməyəcək. Bunu ayırmaq mümkün deyil. Yox, mənə deyəcək, mənə deməyəcəm başqalarına. Mənlə belə ol, başqa yox. Uşaq o rol modeli evdə götürür, baxır. Evdə necə böyüyürsə, cəmiyyətdə də sabah elə olur. Hər böyüyün, hər insanın, yəni içində sınmış, incinmiş bir uşaq var. Yəni daşıyır özü ilə onu və elə bilirəm ki, bunun səbəblərindən biri də uşaq vaxtı çox məhdudiyyətlərin daha çox tətbiq olunmasıdır. O uşaqlara ki, daim məhdudiyyətlər tətbiq olunur, onlar gələcəkdə hansı problemlərlə qarşılaşa bilərlər? Yəni, bilirsiniz necədir? Yeni mövzulardan biri sosial bacarıqlar, sosial zəka mövzuda, emosional zəka da deyirlər buna.
emosional sosial zəka. Məsələn, qədimdə belə bir sual var idi. Deyirdilər ki, nəyə görə bir 20-30 il bundan qabaq çox deyil. İndi də deyirlər əslində. Deyirlər ki, bir insan düşün, 2 ali təhsili var, amma heç bir uğuru yoxdur, uğursuz insandır. Amma digər bir adamı nümunə göstərirlər. Deyirlər ki, düzəməlli bir ali təhsil olmayıb, amma holding rəhbəridir, nə bilim, iş qurub, yaradıb, müvəffəq, uğurlu insandır. Və bunu ədalətsizlik kimi qələmə verdilər. Filan kəsin 3 dənə diplomu var, amma filan kəs fəhlə babadır, heç nə də oxumayıb, amma belə uğurlu yerlərə gəlib çıxıblar. Və bu müasir dövrdə bu sualın, bu ədalətsizliyin kökü, qaynağı tapıldı əslində ki, bu ədalətsizlik deyil. Sadəcə o burada 2 fərqli zəkadan söhbət gedir. O 2-3 diplomu alan adam mental zəka baxımından yaxşıdır. Mental zəka ənənəvi zəkadır da, yəni IQ bildiyimiz, analiz qabiliyyəti, nə bilim, hesablama və s. və s. Bir də var sosial zəka. İkinci adam olsun ki, mental zəka baxımından bəlkə birinci adam kimi deyil. Amma sosial zəka baxımından, sosial bacarıqlar baxımından o qədər üst səviyyədədir ki, o liderə də bu lazımdır. Uğurlu insan üçün mental zəka ilə yanaşı ondan daha çox sosial zəka, sosial bacarıqlar üstün olmalı. Bunu nəzərə alanda biz başa düşməliyik ki, biz evdə davranışımızı uşağın emosional sosial zəka baxımından qısır böyüdürük. Olsun ki, onu müəllimlərin yanına göndəririk, ən yaxşı məktəblərə qoyuruq. Orada mental zəka formalaşır. Qismən də sosial zəka, amma əsasən uşağın emosional sosial zəkasının formalaşdığı yer, sosial bacarıqlarının formalaşdığı yerlərdən biri, ən əsas yerlərdən biri ev mühitidir. Və burada əgər bir narahatlıq varsa, uşaq nə qədər mental baxımdan üst səviyyədə olsun, nə qədər oxusun, savadlı olsun, yəqin ki, o həyatda uğurlu insan ola bilməyəcək. Məsələ budur. Yəni, danışdıqca bitməz bunun fəsadları ki, o məhdudiyyətlər, o tərbiyənin yanlış yönü, növü, hansı fəsadlar uşağın gələcəkdə həyatına verə bilər. Bu çox geniş mövzudur. Bəzilərinə toxunuruq ki, yəni həqiqətən də uşağın gələcəkdə bir çox problemlərinin təməli məhz orada qoyulur. Biz övladımızı böyüdərkən qorumağa çalışırıq. Yəni çox qayğılanırıq eləyirik və bu zaman səhvlərə yol veririk. Yəni bəzən onları nəfəssiz qoya bilirik. Bəzən onları çox sıxma boğmaya salırıq. Və buna görə də nəticədə həmin bu məhdudiyyətlər, qadağalar baş verir. Yəni sərbəstlik verə bilmirik. Nədir bunun səbəbi? Hövsələsizlikdirmi, rahatpərəstlikdirmi, fərqindəlik məsələsidirmi, tərbiyədə çox o vasvasılıqdırmı və s. Bu da qəşəng mövzudur və səsləndirdiyiniz cavabların hamısı öz mənasında öz payı var, doğrudur, payı var. Amma mən daha çox nədən danışmaq istəyirəm? Mən çox inanıram maarifin gücünə. Mənim üçün dəyərli olan filosof var Sokrat. Mən çox istinad edirəm onun fikirlərinə. Sokrat deyirdi ki, insanlar ona görə pislik edirlər ki, yaxşılığın dadını bilmirlər. Yaxşılıqdan xəbərləri yoxdur. Yəni, ilk maarifçi filosofu idi, çox təkid edirdi. İnsanlar bilsə, bil eləməz. Ona bəzən göstərirdilər ki, axı, filan kəs, məsələn, bilir, amma yenə pis işlər görür. Derdi ki, o bilmir. Bilmək dərəcəli vücuddur. O biraz bilir, dərindən bilmir. Həqiqətən bilsəydi, o eləməzdi. Bu özü geniş mövzudur. Mən düşünürəm ki, xüsusilə bizim kimi cəmiyyətlərdə valideynlərin əsas problemi bu məsələləri bilməməkdir. Yəni başında elə o fərqindəlik problemi durur. Fərqindəlik problemi, fərqindəliyi yoxdur. Olmaması. Fərqindəliyin olmamasıdır. Ümumiyyətlə, valideyn yapdıqlarının doğru olduğunu düşünür, qənaətindədir, düşünür, xoşməramlıdır. Biz bu günləri seanslarda, pasientlərlə danışanda valideynindən incimiş, küsmüş, qaçmış, müxtəlif növ pasientlər olur da. Əsas o kökdəki xoşməramı göstəririk, o düşməncə bunu eləmir. Xoşməramlıdır, o düşünür ki, bu doğrudur, belə tərbiyə üsulu doğrudur falan.
Ona görə valideynlərdə fərqindəlik yaratmaq ki, bu doğru deyil. Doğru olan budur. Bu hansı fəsadlar yaradır, hansı narahatlıqlar yaradır. Valideyn bunu bilsə və o bilgi dərəcəsi şiddətli olsa, yəni eşitsə yox, hardansa eşidir. İndi bu gün sosial şəbəkələrdə çox şeylər eşidirik. Amma bunu bilirikmi, öyrənirikmi, dərk edirikmi? Yəni o müstəqilliyin əhəmiyyəti əslində bütün o sadalanan səbəblərin hamısından əhəmiyyətlidir. Bəli, bəli, bəli. Bəs necə öhdəsindən gəlməli? Müstəqil uşaq yetişdirmək, uşaq yaşlarından artıq müəyyən tapşırıqlar vermək, müəyyən məsuliyyətlər ötürmək. Mən yenə yadıma gəlir, özümüzdən istat gətirəcəm. Uşağım, oğlum 4-5 yaş olanda ilk dəfə onu mağazaya göndərməyimiz çörək dalınca və özüm düşmüşdüm. PBL metodundakı kimi. O qəti bilməməlidir ki, mən onun arxasındayım. Uşaq gedib və girir, gedir, gördü, əri çatmır, getdi köməkçini çağırdı, satıcını çağırdı, satıcı. Onlar hiss elədilər ki, burada nəsə bir oyun var. Çünki mənə də gördülər, amma uşaq görmür. Sonra uşaqdan əvvəl gəldim, evə çatdım. Gəlib girib uşaq belə bir triumf yaşayıb, uğur, o qədər onun üçün möhtəşəmdir. Mən aldım çörək gətirdim evə də. Bu uşaq yaşlarından uşağa tapşırıqlar vermək, bu şablon olsa da, çox səslənsə də çox vacibdir uşaqlarla məsləhətləşmək. Ciddi məsləhətləşmək. Siz düşünün, uşağa dəyər vermək, bundan artıq necə dəyər vermək olur? İşinizlə bağlı bir narahatlıq var. Bir gün uşağınızı götürürsünüz. Ruslar demiş, paputi, ayaqüstü yox. Bir gün götürürsünüz, harasa gedirsiniz. Nədir bala, məni niyə gətirmirsən bura? Uşağın beynində sual vardı, görəsən nədir? Ata yenə danlamağa gətirib məni. Nəsə düz eləməmişəm, görəsən. Yox, ata gəlir deyir ki, belə bir məsələ var, səninlə məsləhətləşmək istəyirəm. Sənin fikrin mənim üçün çox önəmlidir. Bu da aktyorluq yox ha, yəni ki, hə də belə falan, yox. Səmimi olaraq da o qarşındakı da o səmimiliyi gərək hiss eləsin. Və sizi inandırıram, əziz valideynlər. Ürək dağa dönür, uşaqlar ürək dağa dönür yəqin. Dağa dönür və uşaqlarda elə maraqlı fikirlər olur. Bəli. Elə maraqlı fikirlər olur. Buna alışdırdıqca uşaq deyirsən ki, bir düşün, tələsmə. Başqa nə ola bilər, başqa nə fikrin ola bilər filan. Və o bir maraqlı metod var psixologiyada. Deyirlər ki, qarşı tərəfi danışdırırsan, tutalım sənin də bir qərarın var idi. Tutalım sən sağa gedəcəkdin. Sual budur, sağa gedim yoxsa sola? Uşaqla məsləhətləşirsən, əslində ki, sənin qərarın var ki, sağa gedəcəksən. Ta oradan danışırsan ki, uşaq o variantı səsləndirir. Məncə deyir, sağ yaxşıdır. Bu səbəblərə görə deyirsən, hə, ağlıma batdı bunu. Deməli, sağ da belə qərar. Uşaq düşünəndə ki, valideyn nəinki məni dinlədi, hətta mənim qərarımla hərəkət elədi. Bu necə vermək olar başqa dəyər? Bundan böyük şəxsiyyət uşağın özünə inamı artır, özünə dəyəri artır və qətiyyən sözlərlə deyil, təkcə sözlərlə deyil. Biz elə bilirik ki, uşağa nə qədər sən mənim üçün çox dəyərlisən, sən mənim həyatımsan və s. bu sözləri deməklə uşaq özünü dəyərli hiss edəcək. Bu da yaxşıdır, gözəldir, uşağa bəzən var demək lazımdır, amma daha çox əməldə də olmalıdır. Əməldə bunu özünü göstərməlidir. Bəli. Bəs ziyanın yarısından qayıtmaq mümkündürmü bu məsələdə? Yəni ki, uşağa kiçik yaşlarından daim məhdudiyyətlər tətbiq olunub, amma artıq indi yeniyetməlik dövrüdür və onu necəsə korreksiya eləmək olurmu? Əlbəttə, bu da çətin mövzudur həqiqətən. Çünki uşaq birdən-birə necə dəyişəsin? Birdən-birə dəyişmək. Həm də burada çətinlik nədədir? Siz düşünün, valideyn dəyişib. Valideyn başa düşüb. Hansısa təlimlərə qatılıb, hansısa düşünək ki, bizim podkastımızı dinləyib kimsə və başa düşüb belə eləməlidir. Bu kifayət eləmir ki, uşaq sənin səmimiyyətinə inanmaq üçün böyük bir yol getməlisən. Yəni uşaq fikirləşir, nə oldu bu? Həmişə birdən-birə nə olub? Buna aktyorluqdur bu el, öz aləmində deyir. Bəzən uşaqlar hətta səsləndirə bilər bunu. Yığışdır da belə və yaxud uşaq artıq bir komfort zonası varsa. Çox maraqlıdır ki, psixoloji nöqteyi nəzərdən komfort zona illaki komfort olması şərt deyil. Məsələn, biz adi dünyada sadəcə onun o öyrəşdiyi, alışdığı bir zonadır. Bir bataqlığın özü də komfort zonası ola bilər uşağın. Bir alışdığı mühit də onun komfort zonası ola bilər. Uşaq tutalım, alışıb danlaq dilinə. Mən bir dəfə çoxdan yazmışdım ki, əgər zorakı üsullarla, zorakı tərbiyə üsullarından
bir məsələn xanım böyüyübsə, ailə münasibətlərində mədəni mühitdə nə isə başa düşməsi çox çətin məsələdir. Mədəni söhbətlərlə falan. Çünki onun belə olub, belə böyüyüb, o bir sərtlik gözləyəcək qarşı tərəfdən, bir danlaq gözləyəcək dəyişmək üçün. Çünki o komfort zonası, öyrənmə texnikası belə olub da. Ona görə valideynin bunu başa düşməsi hələ hər şey deyil. Uzun bir yolculuqdur. İnandırmalısan qarşı tərəfə ki, yox, mən səmimiyəm, mən nələrsə başa düşməliyəm. Bunun üçün məhsuldar söhbət eləmək olar. Yollardan biri budur. Mən bir epitet vururam söhbətin kənarında. Məsələn, uşaqlarınızla vaxt keçirdin. Mən belə demirəm. Mən deyirəm, uşaqlarınızla səmərəli vaxt keçirdin. Nə deməkdir səmərəli? Həqiqətən uşaqla keçməlidir bu vaxt. Fikrin məşğuldursa dərdlərlə, telefondasansa, nə bilim, televizora baxırsınsa və s. uşaq bunu onunla vaxt keçirdiyin kimi qələmə vermir. Uşaqla səmərəli söhbət nədir? Doğrudan ciddi bir söhbət, maraqlı bir söhbət, dərin bir söhbət. Uşaqla danışırsan, məsələn, uşağından üzr istəmək o qədər böyük bir mədəniyyətdir ki, insanlıq səhv edə bilərik. Həm tərbiyə metodunda, həm digər məsələlərdə. Uşaqla oturub səmimi qəlbdən, həqiqətən də mən filan şeyi səhv etmişəm, üzr istəyirəm. Bu həm böyük bir mədəniyyətdir və həm də öyrətməkdir. Uşağa üzr istəməyi öyrədirsən. Deyirsən ki, bəli, insan böyük də olsa, səhvini başa düşəndə üzr istəməlidir. Bu yollarla, səbirlə yenə də yavaş-yavaş o məsələlərə nail olmaq olar. Amma bəzi hallarda bu mümkün olmur. Mütəxəssis dəstəyinə ehtiyac olur. Çünki valideynlə övlad arasında bağlar o qədər qopub ki, pərdələr o qədər yırtılıb ki, artıq burada bir kənar müdaxilə lazım olur bu məsələləri düzəltmək üçün. Yəni istənilən halda mümkünlüyü var. Bəli, əlbəttə. İlqar bəy, indi azadlıq deyirik, sərbəstlik deyirik, amma azadlığın özünün də bir sərhəddi var. Valideyn hansı halda rəhbərlik eləyə bilər? Yəni artıq valideynin müdaxiləsi orada mütləqdir. Hansı halda sərbəstlik özü həddi aşmış olur? Bunun fəsadları nə ola bilər? Bəlkə bunu başını buraxmaq da adlandırmaq olar, hətta ki, başını buraxılıb, amma artıq həddi çox aşılıb. Bilirsiniz, bir tərbiyə var, tərbiyə etmək, bir əhilləşdirmək var. Hər ikisi nə isə dəyişməkdir də, hansısa davranışı dəyişməkdir. Amma fərqləri nədir? Maraqlıdır ki, məsələn, əhilləşdirmək sözü heyvanlarla bağlı işlənir. Tərbiyə sözü insanla. Tərbiyədə mütləq şuur iştirak etməlidir. Dərk iştirak etməlidir. Əhilləşdirmək odur ki, orada şuur iştirak etmir. Orada maksimum mükafatlandırma var, cəzalandırma var. Məsələn, bir sirk heyvanı necə əhilləşdirilir? Mükafat və cəza ilə əhilləşdirilir və istədikləri davranışı göstərir. Amma tərbiyənin əhilləşdirməkdən fərqi olur ki, orada şuur iştirak etməlidir, amma edirmi? Mən ona görə təlimlərimdə deyirəm ki, bizim valideynlər əksər hallarda uşağı əhilləşdirir. Çox təəssüf ki. Çox təəssüf ki. Tərbiyədə şuur iştirak etməlidir. Nə deməkdir bu? Məsələn, uşağa yasaqların, olmazların fəlsəfəsi, izahı verilməlidir. Maksimal dərəcə uşağın anlayacağı dildə. Hətta anlamasa belə. Tutalım, uşaq hələ o yaşda deyil ki, anlamır. Bu məsələləri anlamayacaq hansı dildə. Amma deyir ki, sən yenə izah edin. Belə bir araşdırma var, göstərir ki, uşaqlar uşaqkən eşitdikləri sözləri, fikirləri böyüyəndə başa düşə bilirlər. Yəni, sanki xurcunda saxlayır. Zamanda deyir ki, bax, bu filan şeyə görəymiş, bu filan məsələymiş, mən də başa düşməmişdim. Yəni, siz o sözləri ona verin, o izahı ona verin, o arqumenti ona verin. Uşağa o arqument veriləndə başa düşməsə də bilir ki, bir fəlsəfə var burada, bir şeyə dayanır. Bu üstünlüyə dayanmır. Mən böyüyəm, mən vurmalıyam səni, mən yasaklamalıyam, burada mənim sözüm keçirə, söykənmir məsələ. Bir izah var, bir səbəb var burada. Ona görə bizim təəssüf ki, bizim tərbiyəmizdə, bizim etdiyimizin adına tərbiyə etmək çox çətindir. Daha çox əhilləşdirməkdir. Hətta tutalım valideyn, fiziki şiddət göstərmir, danlamır da. Amma ancaq mükafat. Bunun özü də əhilləşdirməkdir. Bunun özü də düzgün deyil. Doğru formada, izahlarla, fəlsəfəsini açmaqla. Ona görə mən təlimlərimdə həmişə deyirəm ki, valideyn yaradıcı olmalıdır.
valideynlik yaradıcılıqdır. Belə bir cümlə işlətmişdim. Valideynlik yaradıcılıqdır. Aktyorluq əsla deyil. Deməli, təlimin əvvəlində deyirəm ki, valideynlik yaradıcılıqdır, yaradıcı olmalıdır, belə eləməlidir, elə eləməlidir. Amma qoymuşam, deyirəm ki, təlimin axırında bir qeyd vuracam. Təlimin axırında deyirəm ki, amma aktyorluq deyil ha. Yaradıcılıq deyəndə ağlınıza gəlməsin ki, formal bunu eləyəcək, belə eləmək lazımdır deyə. Yox, səmimi qəlbdən olmalıdır. Bütün bu danışılanlar, uşağa şəxsiyyət vermək, uşaqla danışmaq, uşaqdan fikirlərini soruşmaq, bunların hamısı aktyorluq olanda heç bir effekti olmur və yaxud effekti az olur. Amma səmimi qəlbdən olanda, həqiqətən bu belə olanda, həqiqətən dəyər vermək üçün olanda bunun effekti %100 çox olur. Ona görə aktyorluq deyil, yaradıcılıqdır valideynlik. Yaradıcılıqdır buna görə ki, o yollarını tapmalıdır, misallarını. Biz buradan ümumi şeylər danışırıq, çağırışlar edirik. Misallarını, tətbiqlərini valideynlər özləri tapmalıdır. Yaxşı, mən necə edim bunu? Hansı misallarla edim? Məsələn, mən deyirəm ki, uşaqlara fikirlərinizi demək üçün metodlardan biri ekspozisiya yaratmaqdır. Bu nə deməkdir? Tutalım, biz bədii əsərlərdə filan da, mən romanlarımda məsələn nümunə vermişəm. Tutalım, ata bir gün oğlunu götürür, gedir balıq tutmağa. Əslində məqsəd balıq tutmaq deyilmiş. Sonradan bəlli olur. Gedirlər, qəşəng əylənirlər, balıq tuturlar. Orada bir söhbət açılır və ata başlayır oğluna nəsə deməyə. Oğul, filan şey filandır, hansısa bir nəsihət verir, hansısa bir şeyi başa salır. Buna deyirlər ekspozisiya. Biz nəsihətlərimizi hörmətdən salmışıq. Qapı ağzında, orada, burada, hər dəqiqə başı deməklə. Mən deyirəm ki, dəyərli sözlərinizə dəyər qatın, ekspozisiya yaratmaqla. Bir süfrəyə çağırın, bir yerə aparın, hardasa belə xüsusi bir əhəmiyyət verin ki, onda uşaq buna əhəmiyyət verir sənin sözlərinə ki, bunun üçün şərait yaradılıbsa, deməli, burada çox ciddi, əhəmiyyətli bir söz var. Və onda güman ki, eşitmə, sizi dinləmə dərəcəsi daha yüksək olur. İndi ekspozisiyadan bir misal deyirik, belə olmalıdır. Amma onun nümunələrini elə hamı illah ki, balıq tutmağa aparmalı deyil. Bunun yüzlərlə forması var. Valideyn yaradıcı olmalıdır. O şablondan da çıxmalıdır da, başqa formatlar tapmalıdır. Hansısa bir formada, hansısa bir gözəl. Bu evlənməklə bağlı belə bir trend var, evlənmə təklifi ilə bağlı. Görürsə, hər kəs fərqli bir şey eləmək istəyir. Biri təyyarədən əmin eləyir, biri belə eləyir falan. Yaradıcılıqda sevgi yaradır. Valideynlik də yaradıcılıqdır. Yəni o yollarını tapmalıdır. Uşağın zəif damarını tutmaq, uşağın xoşuna gələn bir şeyi yapıb və eyni zamanda nə isə demək. Məsələn, tutalım, uşaq nə isə istəyir, tərbiyədə vacib məsələlərdən biri də budur. Uşaq harasa bir yerə getmək istəyir və onun ora getməsi doğru deyil. Siz başlayırsınız fəlsəfə açmağa ki, o doğru deyil, bu belədir filan. Burada tövsiyə olunur ki, alternativ bir şey olsun. Alternativ bir şey olmadan açılan bütün fəlsəfələrin adını uşaq belə qoyacaq. Ata mənə pul vermək istəmir. Siz deyirsiniz, ay bu ziyanı budur, filandır, filandır. Bir var, siz o pulu zaten xərcləyirsiniz başqa bir yerə. O fəlsəfəni də yapırsınız. Niyə dedim, ora olmaz, bura olar. Siz alternativ bir yer göstərəndə və fəlsəfə yapanda bu yarlıq olmur sizin üstündə ki, siz pul vermək istəmirsiniz. Səbəb pul deyil yəni. Səbəb pul deyil burada. Yoxsa siz nə danışırsınız, uşaq düşünür ki, ata pul vermək istəmir bu səfər. Başlayıb fəlsəfə açmağa ki, buna bəraət qazandırsın özünü. Və belə suala dönsək, qayıdıb gəlsək suala, o da çox həssas mövzulardan biridir. Təəssüf ki, bizdə bütün cəmiyyətlərdə belədir, biz də onlardan biriyik. Bir şeyin üstünə o qədər gedilir. Elə bir buna bənzəyir ki, binanın üstündə kimsə dayanıb və yıxılacaq. Biz səs gücləndirici ilə ona deyirik ki, arxaya çəkil, yıxılacaqsan. O qədər çəkilir ki, gedir bina o tərəfindən düşür aşağı. Bizim tərbiyəmizdə də belə şeylər baş verir. Konkret olaraq müasir Azərbaycandan danışsaq, bu mövzular, azadlıq, sərbəstlik və s. mövzular o qədər danışılıb, o qədər deyilib. Bəzən də bunun o binanın o tərəfindən düşmə faktları görülür ki, həddindən artıq azadlıq, uşaq elə bilir ki, vəssalam, onun üçün heç bir məhdudiyyət yoxdur filandır. Qətiyyən doğru deyil.
azadlığın çərçivəsi olmalıdır. Siz bir düşünün. Sual verirəm. Bir bomж düşünün. Bütün küçələr onundur. Küçələrdə yatır qalır. Evsiz, eşiksiz. O daha mı azaddır? Yoxsa bir insan düşünür ki, çəpərləri var, hündür çəpərləri var, böyük bir evi var və onun daxilindəki onun azadlığı. Azadlıq yalnız çərçivə daxilində olanda daha dəyərli olur. Çərçivəsiz azadlıq bir bomjun azadlığı kimidir. Yəni heç bir çərçivəsi yoxdur. Bir çərçivə mütləqdir. O çərçivənin daxilində olmalıdır azadlıq. O sadəcə işin bu tərəfi o qədər vahimə deyə biz daha çox o tərəfindən danışırıq. İşin bu tərəfi də mühümdür ki, əlbəttə ki, çərçivələr olmalıdır, dəyərlər izah olunmalıdır, sərhədlər göstərilməlidir. Məsələn, qadağa ilə sərhədin fərqi budur. Bir qadağa var, bir sərhəd var. Bunlar fərqli şeylərdir. Qadağa əhəlləşdirmədədir. Qadağa əhəlləşdirməyə daxildir. Biz heç bir səbəb göstərmədən, izah vermədən yasaqlayırıq hansısa mövzunu. Bu olmaz. Araşdırmalar göstərir ki, yasaqlanan, qadağa olunan şeylərin böyük əksəriyyətində insanlar, hətta böyüklərin özləri belə onu pozmağa çalışırlar. O daha çox maraq yaradır. Bəli. Yasaq. Amma sərhəd nədir? Sərhəd odur ki, bir yasaq qoyulur, amma onun fəlsəfəsi, niyyəsi qarşı tərəfin anlayacağı, başa düşəcəyi dildə izah olunur ki, bu yasaq bu səbəblərdən dolayıdır. Bunun fəsadı budur, narahatlığı budur. Sərhəd qoymaq belədir və mütləqdir. Sərhədlər qoyulmalıdır. Uşaq bilməlidir ki, bəli, mən azadam, amma müəyyən bir çərçivənin içində azadam. Məsələn, düşünün ki, uşağı aparırsınız parka oynamağa. Park daxilində böyük bir parkdır. Park daxilində minimal müdaxilə olmalı. Uşaq istəyir bu oyuncaqla yox, bundan oynasın. Bu karuselə yox, digərinə. Burada azadlıq olmalıdır. Amma uşaq düşünün ki, o park bir prospektin, bir böyük yolun kənarında uşaq yola çıxmaq istəyəndə dərhal müdaxilə olmalı və qaytarılmalıdır. Amma o parkın daxilində uşaq azad olmalıdır. Öz istədiyi seçimlərini, qərarlarını verməlidir. Bəli. O nizam, intizam, məsələn tutaq ki, tərəzinin bir gözünə qoyuruq, nizam, intizamdır, həmin o sərhədlərdir, bir gözündə də sərbəstlik. Çalışıb gərək biz onu necəsə o balansda saxlayaq, qoruyaq, saxlayaq. Bunu necə eləməli? Bəzən elə valideynlər də çətinlik çəkdiyi məqam da bu olur. Elədir. Bilirsiniz, uşaq tərbiyəsi riyazi bir məsələ deyil. Uşaq ki, belə eləsən belə olacaq, bəli. Həm o baxımdan, həm də ümumiyyətlə valideynlərimiz çox narahat olurlar bəzi məsələlərdən sarı. Çox narahat olurlar. Deməli, bu narahatlıq o qədər çoxdur ki, mənim yadıma gəlir, pasiyentlərimdən biri gəlmişdi qəbuluma. Bir 10-15 dənə kitab gətirmişdi. Deyir ki, müəllim, bu kitabların hamısını oxumuşam uşaq tərbiyəsindən bağlı. Amma yenə də heç nə bilmirəm. Yenə də fikirləşirəm, biri belə yazır, biri belə yazır, biri falan. Mən özümü yaxşı valideyn hesab eləmirəm. Düşünürəm ki, uşağı belə böyüdürəm, uşağa bu kitablarda yazılan kimi demirəm falan. O qədər gərgin idi və mən oradan bir ideya yarandı, bir layihə başlatdıq uşaq tərbiyəsindən bağlı. Uşaq tərbiyəsində esensializm. Esensializm nə deməkdir? Yəni gövhərə qayıdış, ən əsaslar. Mən 9 üstəgəl bir məsələdən danışmışdım. Yəni bu 10 məsələni nəzərə alsanız uşaq tərbiyəsindən bağlı, siz rahat olun, yəni narahat olmayın. Zaten uşağı narahat edən şeylərdən biri valideynin narahatlığıdır. Valideynin gərginliyidir. Uşağın üzərində, ay belə eləsəm, güya uşağa bugün bunu deməsəm, sabah belə olacaq. Ona görə dedim, riyazi deyil bu məsələ. Yəni çox narahat olmayın. Bəli, bildiyiniz şeyləri tətbiq etməyə çalışın. Amma bu demək deyil ki, sırf riyazi məsələlər kimi 2 üstəgəl 2 bərabərdir, 4 belə olacaq deyil. Burada çox şeylər məsələyə dəxli var. Genetikanın dəxli var, uşağın başqa mühitdəki gördüklərinin məsələyə dəxli var və s. və s. çox şeylərin dəxli var. Uşaqlar fərqlidir, biz gərək müşahidəçi olaq. Bəli, müşahidəçi, yəni çox kontrolçu, çox tərbiyə yönümlü, valideyn övladını mütləq tərbiyə etməlidir, mütləq ciddi nəzarət, baskı olmalıdır üstündə filan. Bunun özü bəzən fəsad doğurur. O tam da belə olmalı deyil. Bir rahat olmalıdır. Uşaq səhv eləyəndə dərhal
düşünməmək lazımdır ki, vəssalam uşaq əldən getdi. Bitdi. Hə, vəssalam. Dünyanın sonudur. Dünyanın sonudur. Yox, elə deyil. Halbuki o səhvlərlə öyrənir, səhvlərlə böyüyür. İnsan təbiəti. Uşaqlar görürük ki, məhz o belə şey də olsa öz uşaqlığımızı gözümüzün qabağına gətirəndə nə qədər çox ciddi mühasirələr, tərbiyə yolları, nizam-intizam filan var idi ki, bizim həyatımızda. Amma insan özü yavaş-yavaş öyrənir. Uşağın bir öz həyatı da var, gələcək həyatı da var. Çox naümid olmamaq lazımdır bu məsələlərdə. Ki, uşaq nəyisə düz eləmirsə, mən tərbiyədə nəyisə düz eləmirəmsə, mütləq bu belə olacaq. Deyə bilib, mən bu determinizmə qarşıyam da. Çox belə eləyirlər. Uşaq vaxtı, uşaq filan cür ailədə böyüyübsə, belə olacaq. Deyirəm, yox, bu doğru deyil. Kökündən yanlış. O düşüncələr kökündən yanlış. Kökündən yanlışdır. Yəni, belə ümidsiz etməmək lazımdır. Belə bir determinizm yoxdur. Zaten insan azadlığı da burada çıxır da. İnsanın sahibül ixtiyar olması, azad olması. İnsan görərsən, Quran-Kərimdə maraqlı bir ifadə vardır ki, ölüdən diri çıxardar. Allah, ölüdən diri, maraqlı bir metaforadır. Yəni, ölü bir ailədən diri bir uşaq çıxa bilər. Yəni, ailə özü çox belə şey deyil, amma onun içindən çox yaxşı bir uşaq çıxa bilər. Yəni, bunlar da var. Çünki insandır bu. İnsan belə bir yapısı olan varlıqdır. Azad seçimi olan vaxtıdır. Ədəbi kimdən öyrəndindir? Ədəbsizdən. Belə bir şey var. Stephen Covey var. Maraqlı müəlliflərdən biridir. Azərbaycan dilinə kitablarından biri tərcümə olunub. Uğurlu insanların 7 keyfiyyəti belə adda. Deyir ki, mən iki uğurlu insandan danışır. Deyir ki, bunların hər ikisi biri uğurludur, biri uğursuzdur. Amma hər ikisi eyni bənzər hekayət danışır. Biri öz uğurunu əsaslandırmaq üçün, biri uğursuzluğunu əsaslandırmaq üçün. Biri deyir ki, mən uşaq idim, gördüm ki, valideynlərim öz aləmlərində, yeyib içməklərində, laqeyd filan falan. Atam belə, anam elə və yiyəsiz qaldım. Uğursuz deyir, deyək ki, bomş deyir məsələn. Ona görə tozuldum, avara oldum, bu günlərə düşdüm. Digər deyir bir qohumum, tanıdığım adam, deyir ki, mən uşaq olanda valideynlərim laqeyd idi, öz aləmlərində idi, belə heç baxmazdılar. Eynən elə bir şey. Amma görün, deyir ki, və mən qərara gəldim, başa düşdüm ki, mən öz ayaqlarımın üstündə dayanmalıyam. Durmalıyam və... Mənə valideyindən heç nə gəlməyəcək. Mən öz ayaqlarım... Görürsünüz, eyni situasiyadır, amma fərqli qavrayış, fərqli alınan nəticə, fərqli yollara gətirib çıxardır insan. Ona görə çox da burada naümid olmaq ki, yox belədir, elədir, çox riyazi dəqiqliklə bu məsələlərə baxmaq deyil. Bəli, bu məsələləri nəzərə almaq çox gözəldir uşaqlara. Azad mühit yaratmaq, sərbəst mühit yaratmaq, amma hansısa məqamda səhv eləyəndə valideyn özü də, işi pozanda, istədiyi kimi getməyəndə gərginliyə düşmək, uşağın pozuldu və salam, bunun da mənası yoxdur. Rahat mühit olmalıdır. Nə qədər belə normativlər olmasa da, bu sərhədlər yaşlara görə əgər nəzərə alsaq necə müəyyənləşir? Yəni, biri var ki, 3 yaşında uşaq, biri var 13 yaşında uşaq. Bu zaman tətbiq olunacaq o sərhədlər nəyə əsasən dəyişir? Bir orta məktəblərdən birində təlim verirdik, təlimdə idik və təlimin sonunda bir iştirakçısı valideyn dedi ki, çox gözəl danışırsınız, bu məsələləri aşağı-yuxarı mən özüm ailəmdə tətbiq edirəm. 3 uşağım var, valideyn deyir. Bunların üçünə də bu metodları tətbiq edirəm, eyni tərbiyəni verirəm, eyni yanaşıram, eyni belə. Amma deyir ki, müəllim, sualım budur, niyə axı bunlardan ikisi çox yaxşı uşaqlardır, belədir falan, ama biri belə deyək də nataraz çıxdı bu uşaqlardan. Axı mən onlara eyni yanaşmışdım, eyni tərbiyəni vermişdim, eyni məhəbbəti göstərmişdim. Eyni atanan uşaqlar. Necə olur bu? Mən dedim ki, cavab sizin sualınızdadır. Bir sözü siz çox təkrarladınız və o söz eyni sözüydü. Məsələn, Adler deyirdi ki, uşaqlar bir ailədə böyüsələr də onlar fərqli uşaqlardılar. Eyni tərbiyə, eyni söz, eyni məhəbbət, bu yox. Bu bərabərlik lazım deyil. Zaten valideynlik buna görə çətindir. Hər uşağın öz damarını tutacaqsın. Azadlıq məsələsində də, sərhəd məsələsində də biz buradan ümumi reseptlər verə bilmərik. O uşağa görə dəyişir. Uşaq var ki, onun daha çox azadlığa ehtiyacı var. Uşaq var, yox, onun daha çox sərhədə ehtiyacı var. Belə bir şey danışırlar, rəvayət danışırlar, deyir. Bir nəfər gəldi bir böyük şəxsiyyətin yanına, imamın qəbuluna. Dostlarla oturmuşlar onlar.
dedi ki, bir günah haqqında soruşdu. Filan günah haqqında sual verdi və burada imam başladı çox deyir, ağır danışdı, çox o qədər şiddətli danışdı bu günahın pisliyi haqqında. Qarşı tərəfin rəngi rufu ağardı, pis vəziyyətə düşdü və durdu, çıxdı, getdi. Bunlar da əyləşiblər. Birazdan başqa bir adam gəldi və eyni sualı soruşdu. Və imam dedi ki, günahdır filan, amma Allah bağışlayandır, Allah mərhəmətlidir, Allah mehribandır filan. Günahdır filan. Bu belə ruhlandı. Durdu, çıxdı, getdi və dostları soruşdular ki, bu nə deməkdir axı? 2 nəfər gəlib eyni sual verirlər. Sən birindən elə danışdın ki, o da öldü, ölümdən qayıtdı, amma birindən belə deyir ki, qayıt dedi ki, o birinci gələn günah etməyə hazırlaşırdı. Məndən bir ləbbeyk almağa, təsdiq almağa gəlmişdi. Ona görə mən elə sərt danışdım ona. Amma ikinci bədbəxt günah eləyib gəlmişdi artıq, işdən keçib də. Ona biraz ruhiyyə vermək lazımdır ki, neynə də eləmirsən. İndi baxın, görürsünüz necə müxatəbşünaslıq budur da, uşağı tanımaq lazımdır. Ən qəşəng bəhslərdən biri budur. Bəlkə gələcəkdə bir dəfə danışmaq olar. Problemlərdən biri budur ki, valideyn uşağını tanımır. Bəli. Valideyn uşağını tanımır. Oxuyur kitablarda bunu belə tətbiq gətirir və uşağına tətbiq etməyə çalışır. Bu uşağın dili o deyil, bu uşağın damarı başqa. Ona görə onu valideyn təyin etməlidir ki, bu uşaqda hansı metod daha çox işləyir, hansı yol daha yaxşıdır, hansı yol. Ona görə müşahidə etmək lazımdır, uşağını tanımaq lazımdır. Bizim təlimimiz vardı, adını qoymuşduq, sözə baxmayan valideyn. Bizdə adətən uşaqdır, sözə baxmayan uşaq, sözə baxmayan valideyn. Çox gözəl düşünülüb. Siz sözə baxırıq, biz sözə baxırıq valideyn olar. Ancaq qınıyır, uşaq sözə baxmır. Biz uşağın sözünə baxırıqmı? Nə mənada? Yəni, uşağın sözünü dinləmək lazımdır. Uşağın fikirlərini dinləmək lazımdır, narahatlıqlarını dinləmək lazımdır. Nə hiss etdiyini eşitmək lazımdır. Hansısa məsələdə uşaq bir yanlış eləyib, bir sərhəddi pozub, niyəsini ortaya çıxartmalı. Uşaq desin, niyə bunu belə eləyir o dərindən? Niyə eşitmir, niyə dinləmir? Bir var qınaq kimi biz deyirik, sən niyə dinləmirsən, sən belə eləmirsən? Yox, uşaqla məhsuldar oturub söhbət. Sən niyə dinləmirsən doğrudan? Yəni, bu sənə nə verir? Dinləməyəndə nə olur? Mən həmişə deyirəm ki, terapevtik ünsiyyət norma olmalıdır əslində. Terapiya üçün mütəxəssisin yanına gətirilir. Əslində bu norma olmalıdır. Qədimdə bəlkə bu norma olub. Sadəcə indi bu ünsiyyət o qədər azalıb ki, bunu hansısa mütəxəssis ancaq bu terapevtik ünsiyyəti bizə verir. Terapevtik ünsiyyət nədir? Yarğısız ünsiyyət. Uşaq doğrudan mənə maraqlıdır. Sən niyə atanı dinləmirsən? Deyirəm, qınamıram ha. Qınamaq üçün demirəm ha. Sadəcə mənə maraqlıdır. Yəni, niyə bunu eləyirsən? Uşaq deyir ki, başlayır fikirləşməyə. Ki, görürsən, niyə özü də çaşır. Niyə? Yavaş-yavaş o niyəsini başa düşəndə birlikdə doğru olmadığını görəndə uşaq dəyişir. Amma qınaq tipli, sən niyə dinləmirsən, sən məni dinləmirsən, başa düşmürəm, sən niyə filan, bunların heç bir faydası olmur adətən. Bəli, problem yəqin onda yaranır ki, biz o deyirlər əşi uşaqdır da. Yəni, bu kəlmə ki var. Yəni, sanki qarşımızdakı bir insan deyilmiş kimi. Halbuki o da bir insandır. Bunu görə bilsək, aramızda sadəcə yaş fərqi var. Yaş fərqindən dolayı fərqlər var. Yəni, problem də orada əşi uşaqdır da deyib keçməkdən başlayır məncə. Elədir. Bəli, elədir. Uşaqlar çox həssas varlıqlardır. Uşaqlar, mən hətta deyirəm, üst insandır. Vaqif Bayatlı Oder şair, dəyərli şairimizin qəşəng sözü var. Belə maraqlı sözdür, şairanə sözdür. Deyir ki, uşaqlar doğularkən onlar böyük həqiqətləri bilirlər əslində deyir. Böyük həqiqətlərdən xəbərdar olurlar. Sonra deyir, onlar danışmağı öyrənməyə başlayana qədər o həqiqətləri unudurlar. Uşaqlar sirli, maraqlı, dərin varlıqlardır. Onlarla söhbət etdikcə, onları özlərinə qaytardıqca, dərinliklərinə endirdikcə çox mən o qədər heyrətlənirəm. Bəzən sosial şəbəkə hesablarımda da paylaşıram uşaqların cavablarını, hansısa mövzu ilə bağlı. Adam fikirləşmir. Məsələn, bir gün bilirsiniz, məsələn, əsas mövzulardan biri ölüm mövzusudur. Ki, bu
bunun özü geniş mövzudur. Uşaqlarla bu nə vaxt danışılmalıdır və s. və s. Bir gün uşaqlarla bu haqda müzakirə etməyə başlayanda sizin üçün ölüm nədir? Mən də özümdə düşünürdüm ki, mən burada uşaqlara çox yeni bir mövzu açıram və fərqli şeylər deyəcəm və s. Uşaqlar başladılar elə şeylər danışdılar. Mən gördüm ki, bunlar düşünüblər də bu haqda. Çünki universal bir hamının mövzusu da ölüm mövzusu. Necə filan bəs məkan. Hətta uşaqlar birdən valideynlərinin başına bir şey gələrsə nə olar və s. Bu haqda da hətta müəyyən fərsiyələri var, fikirləri var bundan bağlı. Elə maraqlı fikirlər çıxır ortaya, elə gözəl, orijinal fikirlər çıxır ortaya. Onların o maraqlı dünyasına səyahət etmək lazımdır sadəcə. Uşaqdır da, bu çox yanlış klişədir. Uşaqdır da. Düzdür. İlqar bəy, tərbiyədə aktiv olan o məsələlərdən biri də olmaz kəlməsi və ya yox. Bu yox kəlməsini necə işlətməli ki, həm sərhədlər müəyyən oluna bilsin, qoruna bilsin, həm də ki, o ana-bala, ata-bala arasında o münasibətlər zədələnməsin? Bəli. Buna necə diqqət eləsin valideyn? Bəli. Yox kəlməsi həyatın qaçılmaz bir hissəsidir. Təəssüf ki, biz bəzən onu deməyə məcburuq və elə insan istəyərdi ki, bəli, elə bir olsun, elə bir şərait olsun ki, onu deməyə məcbur olmasın, amma bəzən qaçılmaz olur. Uşağın tərbiyəsində, uşağın gələcəyi ilə bağlı laqeyd yanaşa bilmirsən, görürsən ki, biraz səbr edirsən, bəlkə özü qaydar, özü başa düşər, görürsən ki, yox da uşaq gedir. Bəzi yanlışlar uçurum ola bilər uşaq üçün. Bəzi yanlışlar var ki, bu misalı mən həmişə deyirəm, bəzi magistral yollar da var ki, sən səhv girsən, problem deyil də 50 metrdən sonra qayıdacaqsın. Amma bəzi yollar var ki, girdin ora, bir də getsən, bəzən 10 kilometr gedirsən, 20 kilometr gedirsən qayıtmaq üçün geri. Nə qədər bir vaxt itirsən. Uzun yol qət eləmək lazım olur. Məhz buna görə, bu kimi şeylərə görə biz bəzən o yoxdan istifadə eləməli oluruq. Müəyyən yasaqlar qoymalı oluruq. Burada yenə də təkid nəyin üzərindədir? Təkid bunun üzərindədir ki, uşaq hiss etməlidir ki, o dəyərlidir. Hiss etməlidir ki, o mərkəzlidir. Valideyn mərkəzli deyil bu yasaq, uşaq mərkəzlidir. Yəni, uşaq düşünəndə ki, valideyn bunu ona görə qoymur ki, sevmədiyi bir şeydir, xoşlamır və s. müxtəlif səbəblərdən bu yoxu deyir mənə. Amma uşaq görəndə ki, bu da təbii ki, izahlarla görsənir də, bu mən mərkəzlidir, valideyn mərkəzli deyil, mənim üçündür. Mənim ziyanımadır, mənim gələcəyimi öz təsir altına alır. Səbirlə izah, yenə də izah. Mən yazılarımdan birində adını navigator adam qoymuşdum. Navigator adam. Navigator nədir? Navigator gedirsən yolla. Sən idarə yol göstərir. Yol göstərir. Təkcə məsələ o deyil. Baxın, yol göstərir və sən hər hansı bir səbəbdən onun dediyindən getmirsən. Deyir ki, buradan sağa dön, fikirlisən və yaxud ürəyin istəmir, düz gedirsən. O yenidən göstərir, qarşıda deyir ki, buradan sağa dön. Siz onun 50 dəfə də sözünü pozsanız, o nə əsəbləşməyəcək, nə üstünüzə qışqırmayacaq, nə artıq bir söz deməyəcək, doğru yolu göstərməyə davam edəcək. Bəli. Bizim müəllimlərimizdən biri var, deyir ki, navigator insan səbrinin çata biləcəyi yerdir. İnsan səbri bura. Yəni insan da belə ola bilər ha. Navigator adam ola bilər. Mən bir müəllimimlə görüşümüzdə belə bir hal olmuşdu. Müəllim başladı mənə dedim. Bir narahatlıqla bağlı etirazını bildirirdi. İzah elədi, bir 15-20 dəqiqə danışdı. Gənc vaxtlarımdı, çılğın, isyankar falan. Mən dedi ki, başa düşdün də məni. Dedim ki, heç nə başa düşmədim, belədir falandır. Gözləntim budur ki, o da üstümə belə eləyəcək, bir dava çıxacaq da buradan. Dedim, dayandı, dedi ki, tamam, bir də izah eləyərəm. Başa düşmədim. Mən bütünlüklə yatdım da, əridim sanki. Sanki onun bütün dediklərini ki, deyirdim, başa düşməmişdim. İndi başa düşdüm. Çox qəribə bir şeydir. Yəni. Bəzən belə olur da. Sən demə, o emosiyalarım imkan vermirmiş onu başa düşməyə. Bu adam bir kəmi dedi ki, eyb yoxdur, mən bir də izah eləyərəm.
bunu belə deməsi, mənə sərt təpki verməməsi məni hisslərimi yatdı və mən dedim ki, əslində başa düşürəm məsələ nədir falan, qutardı getdi. Yəni səbirlə navigator adam olaraq dəfələrlə izah edərək yorulmamaq lazımdır. Mən sözün gücünə çox inanıram. Eyni məhəbbətlə, eyni sevgi ilə dediyini, sözünü deməyə davam edirsən. Məşhur pritsalar edir ki, bir gün gördülər ki, bir nəfər bir əqrəbi xilas eləmək istəyir, düşdüyü çalıdan əlinə atır ki, çıxartsın, əqrəb bunu sancır. Bir də təkrar o sancır. Kənardan deyirlər ki, sən axmaqlıqda axı görsən o səni sancır. Deyir ki, sancmaq əqrəb mahiyyətində var da, yardım etmək, əl uzatmaq da insanlığın mahiyyətində var. O öz mahiyyətindən əl çəkmir. Mən niyə öz mahiyyətimdən əl çəkirəm? Səbirlə, məhəbbətlə, bol sevgi ilə deməyə, yol göstərməyə davam etmək, aşağılamadan, sındırmadan bir gün bu öz nəticəsini verir. İlqar bəy, məsuliyyət hissinə toxunmaq istəyirəm. Çünki kimisə təkidi olmadan, kimsə belə dedi deyə yox, uşağın özünün o məsuliyyəti dərk eləməsi, bunu anlaması vacibdir və düşünürsən ki, bu məsuliyyət hissinin özü də yəqin azadlıqla qazanılır. Xüsusən də yeniyetmələrdə biz bunu görürük. Bəs bunu həqiqətən də gələcəkdə valideyn əldə eləyə bilsin deyə, yəni övladında bu məsuliyyət hissini görsün. Kiçik yaşlardan nə etməlidir? Hansı praktik nümunələr çəkə bilərsiniz? Bu mövzuya da indi bu danışdığımız sualların, verilən sualların hərəsi ayrı-ayrılıqda dərin mövzulardır, geniş mövzulardır həqiqətən. Həmçinin də məsuliyyət mövzusu, azadlıq gözəldir, azadlıq tanımaq və s. Amma bunun kənarında elə biz əbəs yerə Franklın o sözü ilə başlamadıq. Deyirdi ki, azadlıq heykəli qoyulub, çayın o tərəfindədir ki, mütləq məsuliyyət heykəli də qoyulmalıdır. Bunlar ikisi birlikdə doğrudular, tarazlayır insanı. Və uşaqlıq dövründən başlayaraq uşağın üzərinə bəzi məsuliyyətləri qoymaq lazımdır. Xırda bir nümunə üzərindən geçsə, məsələn, deyir ki, uşaq telefonunu sındırıb, yaxud uşaq telefonunu itirib, belə bir məsuliyyətsiz uşaqdır da, deyək, valideyn dərhaldır ki, sən məsuliyyətsizsən, sən itirmirsən falan. Burada bir neçə reaksiya mümkündür. Bir, uşağa telefonunu sındırıb, danlayırıq, necə lazımdır falan, təhqirə kimi keçir bəzən. Və amma sabahsı birisini gedir, valideyn də yeni telefon alır. Məsuliyyət öyrətmək istəyən valideyn deyirlər, doğru davranış burada nədir? Uşaq telefonunu itirib, tamam, itirmirsən də, təhqir etmir, danlaq da yoxdur falan da o. Amma bunun gətirdiyi narahatlıqla bir müddət üzləşməlisən. Telefonsuz qoyur, uşağı dərhal telefon almır. Telefonu itirmirsən, deməli, indi bizim büdcəmiz telefon almağa uyğun deyil. Lazım deyil ki, dərhal kreditə girin, borca girin. Bəli, bunun narahatlıqları olacaq, uşaq biraz ünsiyyətdən kənarda qoy olsun və uşaq məsuliyyətini dərk eləsin. Bu çox vacib məsələdir. Mən özümdən örnək gətirim, uşaqlıqda yaddaşım belə olubdu. Həmişə əşyalarımı itirərdim, həmişə. Tez-tez itirərdim. Təzə ayaqqabı alıblar mənə. Bizim evin Viləş sayının böyründə yaşamışıq. Gedmişəm yenə, itirmişəm ayaqqabılarımı. Və gəldim evə, qorxa-qorxa, narahat halda ki, ayaqqabı yoxdur. O vaxtda çox almaq olmurdu da, belə bir ayaqqabı alırdı, neçə il geyirdi. Yoxdur da, heç nə, axtar, tap. Ayaqqabını itirmirsən, tap. Axtar, ora get, bura get, ayaqqabı yoxdur. Neçə gündən sonra ki, mən əziyyət çəkdim həqiqətən ayaqqabısız, cırıq ayaqqabılarla falan. Sonra anam, Allah ölənlərinizi rəhmət eləsin. Allah rəhmət eləsin. Anam çıxartdı ayaqqabı. Sən demə, o elə əvvəl gün tapılmış da, hardası görüb götürüb, gizlədib ki, mən məsuliyyəti öyrənim də. Deyir ki, bax, buradaydı. Mən narahat oldum ki, belə şey olar, sən belə edirsən, mən neçə gündə nə əziyyət çəkirəm falan çəkməlisən. Sən bunu çəkməliydin ki, biləsən. Elə bir ki, o
O deyirlər travma. Bu travma idi. Bu doğru travmadır. Bəzi travmalar bizə lazımdır. Mən dərin bir narahatlıq yaşadım da, amma çox daha diqqətli olmağa başladım əşyalarıma. Kimsə sənə bunu hansısa zamanda göstərməlidir. Məsuliyyət öyrətmək budur. İnsanı yaratdığı narahatlıqla üz-üzə qoymaq yollarından biri budur. Uşaq artıq başa düşür ki, mən məsuliyyət daşıyıram. Kimsə mənim tökdüyüm zibilləri arxamca yığmayacaq. Bu həm sözün birbaşa mənasında ki, bəzən valideyn bununla məşğul olur. Uşaq tökür, o yığışdırır, uşaq tökür. Bəli. Halbuki müəyyən yaşlardan başlayaraq artıq uşaq öz tökdüyünü yığışdırmalıdır, düzəltməlidir, qaydasına qoymalıdır ki, məsuliyyəti öyrənsin. Deyir ki, uşaq tərbiyəsində, yəni deyir, kölgə kimi ol, gün çıxanda onun yanında, qaranlıq düşəndə arxasında, amma ol. Yəni ki, valideyn, indi bunu nəyə gətirirəm? Valideyn övladının istəyir bu yeniyetməlik dövrü olsun, istəyir daha sonrakı dövrlər, yəni lap kiçik yaşları nəzərdə tutmuram, artıq biraz böyük uşaqlarda, onların qərar qəbul eləməsində valideyn necə iştirak eləyə bilər? Harda dayanacaq, harda qoşulacaq, yəni o qızıl ortanı necə tapmalı qərarlar məsələsində? Həyati əhəmiyyəti olmayan məsələlərdə maksimal dərəcədə uşağın səhv etməsinə şərait yaratmaq lazımdır hətta. Nə ki, görməzdən gəlmək. Şərait yaratmaq bu mənaya ki, imkan vermək ki, uşaq səhvlər etsin. Çünki dediyim kimi, səhv öyrənmənin ən vacib tərkib hissəsidir. Bəli. Biz səhv etdiyimiz şeylərdə daha dərindən öyrənirik. Səhv edəndə daha dərindən öyrənirik. Bizim psixamız belə qurulub. Bir yolu azmışıqsa, çətinlik çəkmişiksə, o yol artıq yadımızda qalır. Daha orada səhv eləmirik. Amma bu o mövzulardadır ki, dediyim kimi həyati əhəmiyyəti, təhlükəsi, narahatlığı yoxdur. Hər yerdə biz belə davrana bilmərik. Maksimal dərəcədə uşağın şəxsiyyətinə hörmət edərək, müəyyən himlərlə, müəyyən işarətlərlə, müəyyən istiqamətlərlə uşağın qərarlarına müdaxilə eləmək mümkündür. Amma bəzən bu mümkün olmur. Bundan da narahat olmamaq lazımdır. Bəzən fərz edək ki, uşaq israrla ixtisas seçimində ki, indi biz özümüz də ailə olaraq bundan üz-üzəyik əslində. Ən çətin şeylərdən biridir də. Uşaq ixtisas seçimində filan istiqaməti seçmək istəyir. Onun üçün maraqlıdır. Hətta bəzən görürsən ki, məsələ bu deyil. Məsələn, bir müşahidə edib görürəm ki, əslində onun sahəsi deyil. Mən görürəm ki, tutalım, 1 ildən sonra peşman olacaq, 2 ildən sonra peşman olacaq. Çünki müşahidə edirəm, görürəm ki, əslində o bilmir. Bir dəbə düşür, bir təsirə düşür və s. və s. Problem də məsələ deyil. Problem burada çıxır. Bəli, problem. Bir var deyirsən ki, hə də onun istədiyidir, hər nədir, ən əsası özü istədiyidir, sevdiyidir, olsun. Bunu həll eləmişik. Bir də var deyirsən ki, bu onun həyatına təsir eləyəcək. Bunda nə etməli? Orada məsələlər çətinləşir. Bəzi hallarda kənara çəkilməkdən başqa yol olmur. Deyirsən ki, mən höccəti bunu dadmalıdır da. Hə, o başqa yol yoxdur. Digərlərinin fəsadı daha olur. Zorla sən onu götürüb buradan qoymaq filan. Bəzən bu daha böyük fəsadlar verir deyə deyirsən ki, tamam da, tamam. Madam belə deyirsən, get. Və burada da acıqla yox. Və burada da tamam da qutardı belə yox. Sənin seçimindir. Hə, seçimindir, yaxşı. İndi ki belə elədim, mən səni. Bilirsən niyə? Çünki bilmək olmur da. Bu həyat elə qəribə bir şeydir. Bizə elə gəlir ki, bu belədir. Amma ola bilsin ki, o seçimində o qədər uğurlu olsun. Getsin, mənim hesablamalarım bu idi ki, belə olacaq filan. Amma gedir və elə bir yaxşı alınır, gözəl alınır. Ona görə indi ki, qərar verdin ki, onun ixtiyarına buraxasan, yanında olmaq lazımdır. Burada boş buraxmaq da, o öz seçimini etdi deyə küsmüşəm də belə oyunlar oynamaq yox. Madam ki, belə tamam, mən sənin yanındayam. Görək necə olur. İlqar bəy, valideynlər üçün əlavə başqa tövsiyələriniz varsa, buyurun. Valideynlər üçün özüm də bir valideynəm. Elə özümə də tövsiyəm. Uşaqları tanımaq lazımdır.
Ən əsası Bəli, bəli. uşaqları tanımaq lazımdır. Uşaqlar çox maraqlıdırlar. Uşaqlarla söhbət eləmək lazımdır. Səmərəli söhbət, uşaqlarla səmərəli vaxt keçirmək. Bu ən böyük yatırımdır zaten. Ən böyük yatırımdır. Biz belə çox alverçi zehniyyətdəyik deyə buna təkid edirəm. Əmin olsunlar ki, bu qayıdacaq bir gün onlara. Bumerang kimi. Bumerang kimi qayıdacaq. Sənin bu gün sənə maraqlı olan uşaq, gələcəkdə sən də ona maraqlı olacaqsan. Zahiri plasta gərçi ola bilsin ki, maraqlı olmayasan. Amma o dərinliyə enəcək. O səndə o işıqlı şey tapacaq, o maraqlı şey tapacaq. Ona görə indidən o ünsiyyəti dərinləşdirmək lazımdır. Uşaqlarla doğru vaxt keçirmək lazımdır. Uşaqları tanımaq lazımdır. Bunu deyərdim və ən başlıcası da sevmək. Bəli. Bol sevgi. Ən gözəli də. Bol sevgi. Sevgidən böyük dərman yoxdur. Heç bir halda mütəxəssislər də bunu tövsiyə edirlər. Heç bir halda, heç bir yanlışında uşaqdan sevgini əsirgəmək olmaz. Bəli. Sevgi böyük nemətdir və onu bol vermək lazımdır. Bütün o sərhəd dediyimiz, qadağa dediyimiz, o bayaq danışdığımız yox, olmaz. Bütün bunların hamısı da elə sevgi ilə elənsə, fonda sevgi olmalı. Bəli, Hamısının onun fonunda sevgi sevgi varsa, olmalı. hamısı da gözəl də nəticələr verəcək. İlqar bəy, çox sağ olun. Təşəkkür eləyirəm və əminəm ki, bizi hal-hazırda dinləyənlər, izləyənlər hamısı faydalanmış oldu və onların adından da sizə minnətdarlığımızı bildiririk. Mən təşəkkür edirəm. Çox sağ olun. Mən də ümid edirəm, əvvəldə dediyim kimi, ümid edirəm ki, formal bir söhbət olmadı. Bir şeylər danışmağa çalışdıq ki, insanların həyatına toxunsun. Minnətdaram dəvətiniz üçün, var olun. Çox sağ olun. Smart Sağlam İnkişaf Platforması adından kiçik bir hədiyyəmiz var. Onu da qəbul edin. Təşəkkür edirəm. Ümid edirik ki, bəyənərsiniz. Çox sağ olun. Təşəkkür edirəm. Uşaqların onsuz da qanadları var. Biz gərək ki, onlara uçmağı öyrədək, onların yolunu, üfüqünü açaq. Bunun üçün çalışaq. Smart Sağlam İnkişaf Platformasının Valideyn Bələdçisi podkastının bu dəfəki çarxı da sona çatdı. Növbəti görüşlərə dək sağ olun, salamat qalın.